Burada çox populyar olan bir adam var. Bunun anonsunu verirəm sizə. Bir adam var. Və bizə Baxtaya müraciət edib ki, Səidə xanım, mənim başıma o sosial proqram aparıcılarının gətirdiyi elə şeylərdən danışacağım ki, siz şoka düşəcəksiniz də. Yəni, bu bir silkələmə olacaq, bu bir partlayış olacaq, zəlzələ effekti olacaq. Adamı ikinci ərindən də ayırıblar. Qurulan senariyə bax, Bu bədbəxtin qızı deyib ki, birincidən onsuz da ağzım bala batmamışdı, ikincini tapdı nətərsə. Bu ikincidən də ayrıblar. Hər şey yaxşı olacaq bizim dediyimiz kimi elə. Hər şey yaxşı olacaq bizim dediyimiz kimi elə. Şurada başa düşüb ki, ikinci də yoxdur yanında və salam ikinci də belə getdi. Onu təqdim eləyəcəyik burada Baxta kanalında. Yəni onu demək istəyirəm ki, bizim televiziyaların sonuçta təqdim edəcəyi bundan ibarətdir. Və bəzi həmkarlarım məndən inciyir ki, bizim verilişlərimizi niyə elə eləyirsən? Mən indi Elgizin verilişində bu xanıma qulaq asıb nə deməliyəm? Nə gözəl kriteriyalarımı deyirsən, əcəb eləyirsən, yaxşı eləyirsən, hər gün çıx, özün haqqında məlumat ver, qəşəng. Qoy, nə götürürük, nəyi təqdim eləyirik? Cəmaət hansı sürətlə inkişaf eləyirik? Biz oturub efirdə kişi axtarırıq, kriteriya deyirik. Efir, kişi axtarmaq yeri deyil. Düz deyə səsi onsuz da düşür də bunların dalınca gedir. Bu da deyir ki, vəssalam tutdum. Bizdəkilər var axı, evdə arvadlarına baxmırlar, həyat yoldaşlarına baxmırlar. Deyib düşüblər hansısa, yəni kimin dalınca da demirəm kimin dalınca. Arvada ikinci xalatı almır evdə dəyişmək üçün. Bu rent markaları geyindirir. Sögülüsünə. Kişilər də yoldan çıxardırsınız. Qadınlar da yoldan çıxardırsınız. Bəzi televiziya verilişləri. Konkret hədəfi bundan ibarət. Yenə də deyirəm, deyən kimi də xətirlərinə dəyilir, inciyirlər. Valla mən bunun üzərindən durum nə şərh verim. Yenə də deyirəm, yaxşı eləyir, əcəb eləyir, bacarana can qurban. Hə deyirəm, yaxşı eləyir, əcəb eləyir, bacarana can qurban.